Bismillahirrahmanirrahim. Budur nihayet ki cennetin kapısından içeri dahil oldular. Ve cennetin 8 kapısı var. 8 kapısı var. İki kapı arasındaki mesafe Beyt-i Makdis ile Kabe arasındaki olan mesafe kadardır. Hatta öyle bir vaxt çatacak ki izdihamın şiddetinden az kalmıştı birbirlerinin qollarını kopartsınlar. Bu vaxtı hesab çoxdan qutarıb, sıratı keçiblər. Cennetin qapısının açılma izni verilib, artıq daxil olurlar. Və onlar cənnətə girirlər və cənnətdə xoşbəxtdirlər, səadət içindədirlər, hurilərin arasında, cənnət zövcələrinin arasında, meşələrdə, meyvələrin içərisində, sarayların içərisində, saraylar nə saraylar, gözün görmədiyi, qulağın eşitmədiyi, ağlın belə dərk etmədiyi, ağ lü mirvariden olan da saray var. Daşının biri kızıl, biri gümüş olan saray da var. İki daşın arasında birleştiren bizde ismet diller. Milatı ise nedir? Müsk. Onun yerinin həşişi zəfəran. Təsəvvürləyin. Cennetin meyveleri, səmərələri dünyanın hiçbir meyvelerine benzemir. Uzaktan hatırladır. Ha almadı diyesen, armut ama başka şeydir. Dadı o değil, tam o değil, möhtəşəmdir. Və nemətlər, həlin bazarlar demirəm, cənnət bazarları, onlar bazarlara daxil olar, orada süslənərlər. Cənnətü adinin yədxulunəha yuhallavunə fiyhə min əsəvirə min zəhəbin və lu'lu'ə. Onlar adın cənnətlərinə daxil olanda, orada onlar süslə bəzənərlər. Onların bilərzikləri, boyunbağları, cəvahiratdan, yaqutdan, almazdan, mirvariden, qızıldan, zövqünə görə onlar bəzənərlər və bazara girib istədiyi hül və zinəti geyinərlər. Onlar orada çox gözəldirlər. Cənnətdə onlar heç bir zaman nə kiçik, nə böyük ehtiyaca getməzlər. Cənnət mükəmməldir. Onların içdikləri tər ilə həyatdayken qoxmadığı bir gözəl qoxuyla tər ilə çıxar. Onların cənnətdə yedikləri gəyərti ilə çıxar. Sanki bax ətirlər var ya, pıs, o bir şekilde aromatla çıxar. Cənnətdə ehtiyac kiçik nə də böyük ehtiyacı yoxdur. Cənnət pakdır. Oranın hər şeyi gözəldir. Budur onlar nimət içindədirlər və birdən bir carçidir ki, ey cənnət əhli, başınızı yuxarı qaldırıb baxın. Baxanda onlara deyiləcəklər, ey cənnət əhli, Əssəlamu aleykum ya əhləl cənnə. Allahın salamı sizin üzərinizə olsun, ey cənnət əhli. Onlar bu səsi tanıyacaqlar. Deyəcəklər, Allahümmə əntəs-səlam və minkəs-səlam. Təbərəkdə ya zəl cəlal vəl ikram. Ey Rabbim, şübhəsiz ki, salam da sənsən. Salamatlık da, salam da səndəndir. Sən izzət və cəlal sahibisən. Allah Azze ve Celle onlara deyəcəkdir ki, ey cənnət əhli, sizə daha bir vədim qalıb onu yerinə yetirmək istəyirəm bugün. Cənnət əhli təəccüb edəcəklər ki, ey Rabbimiz, ələm tübəyyid vucuhənə, məyər özümüzü sən ağartmadın mı? Və tüthəqqil mizənənə, məyər bizim tərəzilərimizi sən ağırlatmadın mı? Məyər bizim günahlarımızı sən bağışlamadın mı? Məyər cənnətinə sən daxil etmədin mi? Bundan sonra daha hansı nimət qalıb, hansı vəd? Deyəcək ki, ey cənnət əhli, mənim sizə verdiyim daha bir vəd var. Onu həyata keçirmək istəyirəm. Eləyəsi istədiyinizi diləyin. Və cənnət əhli 3-cü dəfə bu şey onlara ərz olanda, onların qəlbi bir şeyin üzərində toplanacaq. Nədir o? Ey Rabbim, vəchi camalını göstər. Yəni üzərində olan nur pərdələrini qaldır səni görək. Bu cənnət əhlinin arzusu onlara veriləcəkdir. Digər rivayətdə onlara cənnətdə onların sayı qədər miniklər gələcəkdir. Onlar qanatlı atlardır. Nur parıldayan. Onların hər biri həmin o qanatlı atın üzərinə, abqari atların üzərinə minəcəklər. Və sonra sürətlə
hündürlükte yarışacaklar. Uçuşacaklar onlar. Onların cennetin sakinlerinin sayı kadardır. Ta ki gelip geniş bir yere Afyah Vadisi'nde görüşecekler. Afyah Vadisi cennette görüş yeridir. Afyah Vadisi'nde herkesin məqamına uygun taxtlar verilecektir. Kimisi taxtı nurdandır, hündür taxtlardır. Kimisi taxtı qızıldan, kimisi gümüş, kimisi yaqut, kimisi zümrüt. Və cənnətdə ən aşağı məqamda olanın məqamı isə husbanu minəl misk. Misk koxlu olan təpəciklərdir. Bu cənnətdə ən aşağı məqam olan kəslərdir. Onlar orada oturanda cənnət əhlinin hamısını ayağının altına görəcəklər və özlərini ən hündürdən yüksəkdə zənn edəcəklər. Halbuki onlar ən aşağıdadır, bunu bilmirlər. Böyləcə cənnət əhlindən heç kim üzülməyəcək, heç kim güçlü qalmayacaqdır. Onlar hər kəs öz minbərlərində oturduğu vaxt birdən onlara deyiləcəkdir. Ey cənnət əhli, başınızı yuxarı qaldırın. Allah Azze ve Celle onlara Esselamu Aleyküm ya Ehləl Cənnə. Ey cənnət əhli, sizə salam olsun deyəcək. Onlar da bu səsi tanıyacaq və deyəcəklər Allahümme entəs-səlam və minkəs-səlam təbarəkdə ya zəl cəlali vəl ikram. Ey Allahım, Allahım, həqiqətən salam da sənsən. Salam da səndəndir. Sən izzət və cəlal sahibisən. Və Allah Azze ve Celle pərdəni qaldıracaqdır. Pərdələrin hər biri nurdur, nurdandır, sayı 7'dir. O pərdələr Rahmənin subuhat-ı vecihi, üzünün üzərində olan məxsus nurdan qoruyur. Çünki o məxsus nur yandırıcı, qırıcıdır, məhv edicidir. Onun izni olmasaydı, o nuru görən hər kəs yanardı. Onun nurunu görən hər bir şey kainatda yanardı. Allah Azze ve Celle elə edəcəkdir ki, o gün onun subuhati vecihi nurihi, onun üzünə məxsus olan renkləri, əlvanları, o nuru görəcəklər. Onun və cəmalını görəcəklər. Və onu görəndə dərk edəcəklər ki, ondan cəmal və kəmal və cəlal başqa heç kəs yoxdur. Cənnətdə gördükləri bütün cəmal və kəmal və gözəlliklər ondan sonra növbəti yerdə, ikinci, axırıncı yerdə görsənəcək olan gözündə. Və onlar o nurdan payını alıb öz əhlinə, ailələrinə qaydanda əhli ailələri onları tanımayacaqdır. Onların üzləri daha gözəl olacaqdır əvvəlkindən də. Hətta tanınmaz qədər. Əhli də onlardan heyran ilə soruşacaqdır. Siz bizim yanımızdan gedəndə onsuz da gözəl idiniz. Amma qaydanda başqa cür bir gözəllik sizə verildi. Nə baş verdi və onlar da hur-in olan öz sakinlərinə, əhlinə onu söyləyəcəklər. Cənnət əhlinin sarayları var, bağçaları var, sahələri var. Onların birinin sahəsinin eni yerlilərin və göylərin arasındakı eni qədərdir. Onlara böyük əzəmətli bir mülk veriləcək. Mülk o qədər əzəmətlidir ki, mələklər belə onların sahəsinə daxil olanda izin alacaqlar. Bu Süfyan-ı Thəvrinin təfsiridir. İzə rəaytəhum hasibdəhum bi'ulan mənsurə və izə rəaytə thəmmə rəaytə nə'imən və mulkən kəbirə. Onlara çox böyük mülk veriləcəkdir. Yəni, dünyada hələm belə meşələr, belə təbiət var. Hal-hazırda biz Qarabağın incisi olan Şuşanın Cıdır düzünün meşəsindəyik. İndi gör cənnət nədir, elə deyilmi? Xalq arasında da bu yerə Azərbaycanın cənnəti deyilir. Lüğəti mənada cənnət bağçalar, bağlar, sıx meşələr və gözəl təbiət mənasına gəlir. Allah Azze ve Celle xalqımıza hidayət versin, bizi bağışlasın, həmçinin rəhbərimizə və ona düz yol göstərsin və müsəlmanları, iman əhlini ağaclar altında çaylar axan gözəl cənnətlərində Afyah Vadisində görüşdürsün və bizi məhrumlardan etməsin. Hədə və sallallahu və səllim alə nəbinə Muhammed və alə alihi və sahbi ecmain.